Hər vaxtınız xeyirli olsun dəyərli tələbələr. Bugün sizinlə magistr imtahanına düşən say sistemləri mövzusunun izahına baxacağıq. Say sistemlərindən qəbula mütləq şəkildə bir dənə sual düşür. Gəlin baxaq. Ümumiyyətlə say sistemi nədir? Say sistemi rəqəmlərlə ədədlərin yazılış qaydasıdır. Yəni nədir? Məsələn, onluq say sistemini nümunə göstərək. Sən yaşını demək istəyirsən. Məsələn, sənin yaşın 20-dir. Yəni bunu nə edirsən? 2 və 0 rəqəmlərindən istifadə edərək ədəd düzəldib göstərirsən. Say sistemləri iki qrupa bölünür. Mövqesiz say sistemləri və mövqeli say sistemləri. Mövqesiz say sistemlərinə rum rəqəmlərini nümunə göstəririk. Rum rəqəmləri hansılardır? 1, 5, 10, 50, 100, 500 və 1000. Yəni bunların hər biri nədir? Rum rəqəmidir. Rum rəqəmlərindən istifadə edərək də müxtəlif ədədlər yarada bilirik. Məsələn, qalın belə bir ədəd yazdım. Bu hansı ədəddir? 11-dir. Bəs bu necə alınır? Deməli, birinci rəqəm 10-dur, ikinci rəqəm 1-dir. Və kiçik rəqəm böyükdən sonra gələndə işarəsi müsbət olur və olur ona görə 11. Və yaxud da belə bir nümunə yazaq. Bu ədəd nəyə bərabərdir? Rəqəm kiçik rəqəm böyüyün sonundadır deyə, ona görə mənfi olur işarəsi. Deməli, mənfi 1 və 10 eləyir 9. Və beləliklə biz iki rəqəm istifadə edərək ədədlər düzəltdik. Sadəcə, böyük-kiçik rəqəmin harada yerləşməsindən asılı olaraq ədədin yekun halı dəyişə bilir. İndi burada bu say sistemi niyə mövqesiz adlanır? Ümumiyyətlə, mövqeli nə deməkdir? Onu başa salaq. Deməli, baxın, hər iki ədəddə rəqəmin mövqeyindən asılı olaraq rəqəm eyni dəyərə sahib oldu. Yəni, x 10-u göstərdi, y 1-i göstərdi. Yəni, hər iki ədəddə sadəcə kiçiyin yerləşmə yerinə görə dəyişdi nəticə. Yəni, burada mərtəbə anlayışı olmadı. Həm də mərtəbə anlayışı olmaması ilə mövqesizlik deməkdir. Mövqeli say sistemlərinə isə 2-lik, 8-lik, 10-luq, bir də 16-lıq say sistemlərini nümunə göstərə bilərik. Niyə bəs bu say sistemləri mövqelidir? Çünki bunlarda mərtəbəli anlayışı var. Məsələn, gəlin belə bir ədəd yazıram. 154. Bu ədədi mərtəbələrinə bölə bilərik. 4 təklik, 5 onluq, 1 isə yüzlük mərtəbəsinə aid olan rəqəmlərdir. Və bunu parçalasaq, bu şəkildə parçalanacaq. Yəni, ona görə, burada mərtəbəli anlayış olduğuna görə bu say sistemləri mövqelidir. Biz isə bugün mövqeli say sistemlərini 2-lik, 8-lik, 10-luq, bir də 16-lıq say sistemlərini öyrənəcəyik. Bəs bunlardan biz gündəlik həyatımızda hansını istifadə edirik? Sadəcə 10-luq say sistemini istifadə edirik. Yəni, mən səndən yaşını soruşanda, neçənci kursda oxuduğunu soruşanda və hansı ildə dünyaya gəldiyini soruşanda sənin verdiyin cavablar 10-luq say sisteminə uyğun olur. Yəni, deməli, günlük həyatımızda 10-luq say sistemi istifadə edilir. 10-luq say sistemi rəqəmləri də 0-dan 9-a qədər olan rəqəmlərdir, məlum məsələdir. Bundan əlavə, kodlaşdırmada istifadə edilən 2-lik, 8-lik, bir də 16-lıq say sistemlərinin rəqəmlərini də biz öyrənəcəyik. Həmçinin də bu say sistemləri arasında keçid eləmək olur. Yəni, 10-luqda verilən ədədi 2-lik, 8-lik və ya 16-lıq say sistemində göstərmək mümkündür. Əksi də mümkün. Yəni, bir say sistemində olan ədədi başqa bir say sisteminə tərcümə eləmək kimi bir anlayışdır. Bunlar da bugün bir hissəsini öyrənəcəyik. Gəlin, öncə say sistemlərini tanıyaq. Və say sistemlərini tanımaq deyəndə ağlımıza nə gəlir? Həmin say sistemində olan rəqəmləri tanımaq. Deməli, ikilik say sistemində ədəd yaratmaq üçün istifadə edə biləcəyin 2 dənə rəqəm var. Biri 0-dır, digəri isə 1-dir. Yəni, bütün ədədlər sadəcə bu rəqəmlərdən istifadə edilərək düzəlir. Bu say sistemin əsası 2-dir. Niyə 2-dir? Çünki bu say sistemində 2 dənə simvol, 2 dənə rəqəm var deyə say sistemin əsası 2-dir. Məsələn, bir nümunə göstərək, belə bir ədəd verilib və bu ədədin hansı say sisteminə aid olduğunu göstərmək üçün indeksinə onun əsasını yazırıq. Yəni, verilən ədədin ikilik say sistemində olduğunu göstərmək üçün indeksinə 2 yazmışam. Yəni, deməli, sən misal həllində, suallarda verilən ədədin hansı say sistemində olduğunu bilmək üçün hara baxacaqsan? İndeksinə baxacaqsan. Deməli, say sistemlərində, ikilikdə, 8-likdə, 10-luq, 16-lıq say sistemlərində tək ədəd, cüt ədəd anlayışı, müqayisə anlayışı mövcuddur. Bunları da
onluq say sistemində necə öyrənmişsə, o şəkildə tətbiq edirik. Məsələn, sonu sıfırla bitən ədədlər burada da cütdür. Sonu 1 ilə bitən ədədlər burada da tək ədəddir. Yəni, onluqda da bu şəkildə idi. Ona görə də ədədin tək və ya cüt olduğunu bilmək üçün sadəcə hara baxmaq lazımdır? Son rəqəminə. Son rəqəmi sıfırdırsa tək, 1-dirsə, sıfırdırsa cüt, 1-dirsə tək ədəd olacaq. İndi gəlin baxaq növbəti anlayışa, həcm anlayışına. Siz bundan əvvəlki dərs izahına yəqin ki, baxmısınız. Artıq bu videoya gəlmişsinizsə, deməli bundan əvvəlkinə də baxmısınız. Biz orada mətn tipli informasiyanın həcm anlayışını öyrəndik. İndi isə ədədlərin tərkib hissəsi olan rəqəmlərin həcm anlayışını öyrənirik. Deməli, biz indi öyrənirik ikilik say sistemini, düzdürmü? İkilik say sistemində hər rəqəmin həcmi 1 bitə bərabərdir. Yəni, 1 bitlə hesablanır. Məsələn, sən burada 5 rəqəmli ədəd görürsən, düzdürmü? Bu 5 rəqəmli ədədin hər rəqəminin dəyəri 1 bitdir. Ona görə 5 dənə rəqəmin həcmi nəyə bərabər olar? 5 bitə bərabər olar. Və yoldaşlar, bəs bu 1 bit təsadüfənmi gəlir? Xeyr. Bu kodlaşdırma anlayışından gəlir. Deməli, baxın, ikilik say sistemində 2 dənə simvol var. Yəni, n bitlə kodlaşdırılan simvolların sayı 2-dir. Burada bir simvolun həcmini nə göstərirdi? N göstərirdi, düzdürmü? 2 üstün 2-yə bərabərdirsə, onda n nədir həqiqətən də? 1 bitdir. Ona görə deyirik ki, ikilik say sistemində bir dənə rəqəmin həcmi 1 bitdir. İndi gəlin misal nümunələrinə baxaq. Məsələn, misal 1-də tək ədədləri seçməyini istəyir. Sonuna baxırdım. Deməli, 1 ilə bitirsə təkdir. Amma 0 ilə bitən nədir? Cütdür. Yəni, buna uyğun olaraq tək və cüt ədədlər seçilir. Həmçinin həcm anlayışı. Həcm anlayışını necə öyrəndik? Dedik ki, bir dənə rəqəmin həcmi 1 bitdir. Ona görə də ədədin həcmini tapanda rəqəm sayına baxacam. Bu ədəd neçə rəqəmlidir? 6. Ona görə həcmi nə olar? 6 bit. Aşağıdakı ədəd neçə rəqəmlidir? 8 rəqəmlidir. Ona görə həcmi 8 bitdir. Siz vahid çevrilməsini də bilirsiniz məncə. 8 dənə bit nə deməkdir? Hansı vahidə bərabərdir? 1 bayta bərabərdir. Növbəti 3-cü bənddə verilən ədədsə 4 rəqəmli ədəddir. Onda həcmi nə olacaq? 4 bitə bərabər olacaq. Və beləliklə də ikilik say sistemini öyrənmiş oluruz. Keçirəm növbəti say sisteminə, 8-lik say sisteminə. Deməli, bu say sistemi 8-likdirsə, deməli 8 dənə simvolu var. Baxaq hansılardır? Hər bir say sistemində simvollar sıfırdan başlayır. Burada da sıfır görəcəksiniz. 0, 1, 2, 3, 4, 5, 6, 7 və son rəqəmimiz nədir? 7-dir. Bu say sistemində ümumi neçə dənə rəqəm gördün? 0 ilə 1-ə 8 dənə rəqəm görürsən. Ona görə bu say sisteminin əsası nəyə bərabər olar? 8-ə bərabər olar. Ona görə də bu ədədimiz deyirik ki, 8-lik say sistemindədir, əsası 8-dir. Və biz bu əsası hara yazırıq? İndeksdə yazırıq. Məsələn, verilmiş 342 ədədi 8-lik say sistemində verilən hər hansı bir ədəddir. Burada da tək ədəd, cüt ədəd anlayışı eynidir. Yəni, sonu 0, 2, 4, 6 ilə bitən ədədlər cüt, 1, 3, 5, 7 ilə bitən ədədlər tək olacaq. İndi gələk rəqəmin həcminə. Rəqəmin həcmi 8-lik say sistemində 3 bitdir. Bəs bu niyə belədir? Bayaq ikilik say sistemindəki qaydaya əsasən dedik ki, n bitlə kodlaşdırılan simvolların ümumi sayı 2 üstü n ilə işarə edilir. 8-lik say sistemində də neçə simvol görürsən? 8 dənə. 8 ilə 2-nin 3-cü dərəcədən qüvvətidir və buradan n-i tapsam, yəni n nəyi göstərir? Bir dənə simvolun həcmini göstərir. N nə olacaq? 3 bit olacaq. Məhz buna görə də deyirik ki, 8-lik say sistemində hər rəqəmin tutumu 3 bitə bərabərdir. İndi gəlin verilən 342 ədədinin həcmini tapaq. Bu ədəd neçə rəqəmli ədəddir? 3 rəqəmli ədəddir. Hər rəqəminin həcmi də 3 bit olduğundan ədəd nəyə bərabər olacaq ümumi həcmi? 9 bitə bərabər olacaq. Məsələn, gəlin misal 1-ə baxaq. Deyir ki, ədədlərin həcmlərinə görə artan sırayla, yəni azdan çoxa doğru düz. Deməli, baxıram. Bu
Ədəd neçə rəqəmli ədəddir? 5 rəqəmli ədəddir. Və 8-lik say sistemində hər rəqəmin həcmi 3 bit olduğundan ümumi həcmi 15 bit olacaq. Növbəti ədədim 6 rəqəmli ədəddir və hər rəqəm 3 bit olduğundan olacaq 18 bit. Və son ədədim 4 rəqəmli ədəddir. Onu da yenə 3-ə vuracağam, olacaq 12 bit. İndi artan sırayla, yəni azdan çoxa düşsəm C, A, sonra da nə olacaq? B olacaq. Yəni bu qaydada öyrənirik yoldaşlar. Keçək növbəti say sistemimiz olan 16-lıq say sisteminə. 16-lıq say sisteminin isə 16 dənə simvolu var. Gəlin baxaq. Yenə sıfırdan başlayacağım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Amma burada onluq say sistemindəki kimi 9-da sonlanmır rəqəmlər. 9-dan sonra A, B, C, D, Y və uyğun olaraq F rəqəmləri gələcək. Bəs burada biraz başınız qarışa bilər. Bu qarışıqlığın qarşısına alaq. Hal-hazırda hansı say sisteminə baxırsan? 16-lıq say sisteminə, düzdürmü? Bir də onluq say sistemimiz var. Onluqda necə idi? Yenə 0, 1, 2, 9-a qədər gəlirdim. 9-dan sonra rəqəmlər bitirdi, nə başlayırdı? Ədədlər başlayırdı. Amma 16-lıq say sistemində 9-a gələndə rəqəm bitmir. Uyğun olaraq A, B, C, D, Y, F rəqəmləri gəlir. Artıq bundan sonra ədədlər başlayır. Yəni 10, 11 bu şəkildə gedir. Yəni, belə başa düşəcəksiniz. Sadəcə biz çevrilmə apararkən, məsələn, deyir ki, 16-lıq say sistemindəki onluqda nəyə bərabərdir? Sən ardıcıllıqda baxacaqsan ki, A 9-dan sonraki rəqəmdir. Onluq say sistemində 9-dan sonra nə gəlir? 10. Deməli, A onluq say sistemində 10-a bərabərdir. Sonra B rəqəmi. B neçəyə uyğun gəlir? 11-ə uyğun gəlir. Deməli, B onluq say sistemində 11. Sadəcə bu 10 ilə bunu qarışdırmamamız daha yaxşı olar. Çünki bu 16-lıqdadır, aşağıdakı isə 10-luqdadır. Yəni, indeksinə baxaraq əslində bütün problemi belə deyim, aradan qaldırmış olacaqsınız. Narahat olmayın. İndi keçək həcm anlayışına. Həcm anlayışı necədir? 16-lıq say sistemində hər rəqəmin həcmi nəyə bərabərdir? 4 bitə bərabərdir. Niyə 4 bit? Çünki bu say sistemində olan ümumi rəqəm sayı 16-dır. Yəni küstü 4-dür. Bu baxımdan da n nəyə bərabər olar? 4 bitə bərabər olar. Yəni ona görə deyirik ki, 16-lıq say sistemində hər rəqəmin həcmi 4 bit ilə hesablanır. Məsələn, A6F neçə rəqəmli ədəddir? 3 rəqəmli ədəddir. Hər rəqəmin həcmi 4 bit olduğundan 3-ü 4-ə vurdum, alındı 12 bit. Yeni gəlin baxaq. Deyir, aşağıdakı ədədlərin həcmini müəyyən edin. Məsələn, bu ədəd sayıram 1, 2, 3, 4, 5 rəqəmli ədəddir. Hərəsinin həcmi 4 bit olduğundan neçə olacaq həcm? 20 bit. Və yaxud da bu ədəd 4 rəqəmli ədəddir. 4 bitə vuranda neçə olur? 16 bit. Aşağıdakı ədəd 7 rəqəmli ədəddir. Yenə 4 bitə vuranda olur 28 bit. Və son ədəd 6 rəqəmli ədəddir. 4 bitə vursam olacaq 24 bit. Yəni bu qaydada başa düşə bilərsiniz. Tək ədəd cüt ədəd anlayışı da yenə eynidir. Sonu 0, 2, 4, 6, 8. 8-dən sonra burada nə gəlirdi cüt ədəd? A, C, bir də Y. Bu rəqəmlərlə bitən ədədlər cütdür. Yerdə qalan 1, 3, 5, 7, 9, B, D, F. Bu rəqəmlərlə bitən ədədlərsə nə olacaq? Tək ədədlər olacaq. Və belə müəyyən edirsiniz yoldaşlar. Beləliklə 16-lıq say sistemində başa vurmuş olduq. Yəqin ki, hər şey sizin üçün aydın olar. İndi keçək son olaraq onluq say sisteminə. Deyəcəksiniz ki, onluq say sisteminə onsuz da istifadə edirik, hər şeyi bilirik. Hayır, hər şeyi bilmirik. Burada bir dənə həcm anlayışı var ki, biz bunu gündəlik həyatımızda istifadə etmirik deyə normal olaraq bilmirik. Amma informatikada bizə lazım olacağı üçün indi öyrənəcəyik.
Deməli, onluq say sistemində rəqəmlər 0-dan 9-a qədər 10 dənə rəqəmdir. Əsas da təbii ki, 10-a bərabərdir. Amma burada rəqəmin həcmi anlayışı yoxdur. Niyə yoxdur? Çünki burada 2 üstü n qaydasını tətbiq edə bilmirəm. Çünki bu say sistemində 10 dənə rəqəm var. 2 üstü n bərabərdir 10-dan nəsə ala bilmirəm. Ona görə də onluq say sistemindəki ədədin həcmini yeni qayda ilə öyrənəcəyik. Yeni qayda. Yəni, ilk 3 öyrəndiyiniz say sistemindən fərqli olacaq. Əslində, digər say sistemlərindən deyərdim ki, daha asan olacaq. İndi gəlin baxaq. Onluq say sistemindəki ədədin həcmi verilmiş ədəddən böyük olan, həmin ədədə ən yaxın 2-nin qüvvət şəklində göstərilən ədədin qüvvətinə bərabərdir. Cümlə uzundur deyə başa düşməyə bilərsiniz, amma izahından anlayacaqsınız. Ümumiyyətlə, biz gəlin 2-nin qüvvətlərini bir kənarda yazaq ki, işimiz rahat olsun. Məsələn, 2-nin qüvvətləri 2 üstü 0, 1-dir. 2 üstü 1, 2-yə bərabərdir. 2 üstü 2, 4. Yəni, hər dəfə 2-yə vurasın sadəcə. Yəqin ki, gedişatı tutunuz, hər dəfə 2-yə vurursunuz. Hər qüvvətdə. Hər sonraki qüvvətdə. Sadəcə sizin gözünüzün qabağında olsun deyə mən indidən bunu hazır qoyuram. Bir də siz düşünməyəsiniz deyə. Bizə bu qədər kifayət eləyəcək. Gəlin bunu da şəklini götürün. Deməli, məsələn, tutalım, biz 25 ədədinin həcmini tapmaq istəyirik. Qaydamız belədir ki, bu ədəddən böyük olan, bu ədədə ən yaxın 2-nin qüvvətini tapmalısan. Baxırsan bura, bu hissəyə, sağdakı cədvələ. 25-dən böyük olan, yəni bu ədədlər arasında 25-dən böyük. 25-ə ən yaxın olan ədəd hansıdır? Görsən ki, 32-dir. Düzdürmü? 25-dən sonra gələn 25-ə ən yaxın 2-nin qüvvəti 32-dir. 32 də nə deməkdir? 2 üstü 5-dir. İndi qayda belədir ki, verilmiş onluq ədədin həcmi həmin ədədə ən yaxın, özündən böyük 2-nin qüvvət şəklində göstərilən ədədin qüvvət üstünə bərabərdir. Yəni 25-in həcmi 2-nin qüvvət üstünə bərabərdir. Yəni 5 bitə bərabərdir. Sadəcə bil ki, bu 2 üstü 5 haradan gəldi? 25-dən sonra 25-ə ən yaxın 2-nin qüvvət şəklində göstərilən ədəddir. Burada nəyəsə vurmaq, bölmək söhbəti yoxdur. Sadəcə bu qaydanı tətbiq edərək ədədin həcmini tapa bilirsiniz. Ola bilər ki, ədəd öz 2-nin qüvvət şəklində olsun. Məsələn, 32 ədədinin özünün həcmini tapmağını istəyir. Yenə prinsip dəyişmir. Yenə də özündən böyüyü götürməlisən. Yəni, yenə baxırsan bura. 32-nin özü yox. 32-nin özündən böyük. Özündən yaxın 2-nin qüvvəti hansıdır? 64-dür. Deməli, bu da 2 üstü 6 deməkdir. Yəni, ədədin həcmi 6 bitdir. Və buradan belə bir qısa qayda ortaya çıxır. 32 nə deməkdir? 2 üstü 5. 2 üstü 5-in həcmi nə oldu? 6 bit. Onda qayda halına salaq. Əgər ədəd 2 üstü n şəklində verilibsə, onun həcmi n plus 1 bitdir. Yəni, necə 2 üstü 5-in həcmi 5 plus 1 6 bitə bərabər oldu? Baxın, bu qaydadır. İndi gəlin nümunələrə baxaq. Məsələn, 89 ədədinin həcmini tapaq. Baxıram bura, 89-dan böyük, 89-dan yaxın 2-nin qüvvəti hansıdır? 128, yəni 2 üstü 7. Deməli, ədədimizin həcmi 7 bitə bərabərdir. Sonra 128, yenə özünü götürmürəm, özündən sonranı götürürəm. 128-dən böyük, 128-dən yaxın 2-nin qüvvəti hansıdır? 256, yəni 2 üstü 8-dir. Deməli, ədədin həcmi nəyə bərabərdir?
8 bitə bərabərdir. Sonra 255-də baxıram bura. 255-dən böyük, 255-ə yaxın 2-nin qüvvəti hansıdır? 256-dır. Yəni 208-dir. Deməli, ədədin həcmi 8 bitdir. 100-dən böyük, 100-ə ən yaxın 2-nin qüvvəti yenə 128-dir. Yəni 207-dir. Deməli, ədədin həcmi 7 bitdir. 512-dən böyük, 512-yə yaxın 2-nin qüvvəti hansıdır? 1024. Deməli, ədədin həcmi 10 bitdi. Yəni, qısası öyrənməli olduğum tək qayda onluq say sistemi üçün budur. Və uşaqlar, yekun olaraq 4 dənə say sistemi öyrəndik. 2-lik, 8-lik, onluq, 16-lıq. Amma hərəsində həcm fərqli formada hesablandı. 2-likdə 1 bitə vurduq. 8-likdə 3 bitə vurduq. 16-lıqda 4 bitə vurduq. Məsələn, A ədədi indeksindən görürəm ki, 2-lik say sistemindədir. Deməli, rəqəm sayını nəyə vururam? 1 bitə vururam. Çünki 2-lik say sistemində hər rəqəmin həcmi 1 bitlə hesablanırdı. Növbəti bir 8-lik say sistemində verilib. Ona görə həcmi necə tapılır? 3 bitə vurmaqla. 5 dənə rəqəm var. Hərəsinin həcmi 3 bit olduğundan olacaq 15 bit. Sonra C-yə baxıram. Bu 16-lıq say sistemində verilən ədəddir. 6 rəqəmlidir. 6 rəqəmli ədəddir. 16-lıqda hər rəqəm 4 bit olduğundan olacaq 24 bit. Və son olaraq deməli 1011 ədədi. Onluqdadır. Onluqda dedik ki, vurma bölmə yoxdur. Onluqda nə edirik? Özündən böyük, özünə yaxın 2-nin qüvvətini tapırıq. 1011-dən böyük, 1011-ən yaxın 2-nin qüvvəti nədir? 1024-dür. Yəni 2 üstü 10-dur. Deməli, həcm nə olacaq? 10 bitə bərabər olacaq. Və sən beləliklə həcm anlayışını bütün say sistemlər üçün öyrənmiş oldun. Bir də say sistemlərində növbəti bir anlayış var. Hansı ki, bunu onluqdan öyrənmişsiniz, digər say sistemlərinə də tətbiq edəcəyik. Məsələn, bu natural ədədlər mövzusu var idi, abituriyent vaxtında işləmişsiniz həmin mövzunu. Məsələn, orada bu tip suallar var. Məsələn, onluqdakı ən böyük rəqəmli ədəd, rəqəmlərin müxtəlif ən böyük rəqəmli ədəd kimi suallar. Bu sualları necə cavablayırdınız? Gəlin baxaq. Deməli, onluq say sistemində 9-a qədər rəqəm var. Onluq say sistemində ən böyük rəqəmli ədəd neçədir? 99-dur. Niyə 99-dur? Çünki ən böyük rəqəm 9-dur deyə, ən böyük 2 rəqəmli ədəd 99-dur. Və yaxud da sual versəm, onluq say sistemində ən kiçik 2 rəqəmli ədəd nədir? Avtomatik hamınız 10 deyəcəksiniz. Bəs bunu təsadüfən deyirsiniz? Xeyr. Çünki onluq say sistemindəki ən kiçik rəqəmlər 0, 1-dir. Birinci 0 yaza bilməyəcəyim üçün 1 ardıca 0 yazıram. Ona görə də ən kiçik rəqəmli ədəd nədir? 10-dur. Belə də sual verə bilərdim ki, onluq say sistemində rəqəmləri müxtəlif olan ən böyük rəqəmli ədəd hansıdır? Artıq burada 99 yazanmazdın, 98 yazacaqsan. Niyə 98? Çünki ən böyük rəqəm 9-dur. 9-dan sonra ən böyük rəqəm hansıdır? 8-dir. Ona görə müxtəlif istəyir deyə 98 yazırdım. Biz bu anlayışı 2-lik, 8-lik və 16-lıq say sistemlərinə də tətbiq edə bilirik. Gəlin tətbiq edək. Baxaq. 2-lik say sistemi. Rəqəmləri bilirik ki, 0, 1-dir. Bu say sistemində ən böyük rəqəmli ədəd nə olar? Elə 1, 1 olar. Ən kiçik rəqəmli ədəd nə olar? 1, 0 olar. Sonra 16-lıq, daha doğrusu 8-lik say sisteminə baxaq. 8-lik say sistemi rəqəmləri 7-yə qədərdir, düzdürmü? Ən böyük rəqəmli ədədi nə olar? 7 olduğu üçün 77 olar, düzdürmü? Ən kiçik rəqəmli ədədi yenə 10 olacaq. Çünki bütün say sistemlərində ən kiçik rəqəmlər eynidir. Sonra 16-lıq say sisteminə baxaq. 16-lıq say sisteminin rəqəmləri 0-dan 9-a, sonra da A, B, C, D, Y, F-dir. Ən böyük rəqəm hansıdır burada? F-dir. Onda ən böyük rəqəmli ədəd deyəndə nə yazaram? FF yazaram. Ən kiçik rəqəmli ədəd yazanda ən kiçik rəqəmlərə baxıram. Yəni ən sola. Bu nədir? 1, 0. Bu qaydadır. Yəni yoldaşlar, bu anlayış onluğa uyğun olaraq yadınızda saxlayın. Sadəcə hər say sistemində böyük rəqəm, ən böyük rəqəm fərqlidir.
2-lik də 1-dir, 8-lik də 7-dir, 16-lıqda isə f, yəni 15-dir. Bir də burada bir şey də nəzərə alın. Məsələn, 2-lik say sisteminin ən böyük rəqəmi 1-dir. 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. 16-lıq say sisteminin ən böyük rəqəmi f-dir. Bu da 15 demək. Düzdürmü? 10-luq say sisteminin ən böyük rəqəmi 9-dur. Burada qanuna uyğunluq görürsünüzmü? Görürsünüz. Məsələn, 2-dən 1 çıxsam, 8-dən 1 çıxsam, 16-dan 1 çıxsam, 10-dan 1 çıxsam, ən böyük rəqəmi tapmış oluram. Deməli, P əsaslı say sistemində ən böyük rəqəm nə olur? P-dən bir vahid az. Bu da bəzən nəzəri sual kimi qarşımıza çıxır. Bunu da əzbərləməyimizə gərək yoxdur. Sadəcə rəqəmləri və əsası yadınıza salaraq qanuna uyğunluq əsasında cavab verə bilərsiniz deyə düşünürəm. Keçək artıq çevrilmələrə. Ümid edirəm ki, bura qədər sizin üçün hər şey rahat olmuşdur. İndən sonra da sadəcə çevrilmələrin bir hissəsinə baxırıq. Yoldaşlar, ümumi olaraq çevrilmə nə deməkdir? Yəni, məsələn, bir say sistemində olan ədədi başqa bir say sistemində təsvir etmək deməkdir. Biz ümumilikdə hansı say sistemləri öyrənirik? 2-lik, 8-lik, 10-luq, bir də 16-lıq. Amma bunlardan 8-lik say sisteminə aid suallar qəbula düşmür. Qalır 2-lik, 10-luq və 16-lıq say sistemləri. Burada da çevrilmələri 3 qrupa bölürük. Birinci, 10-luq say sistemindən digər say sistemlərinə keçid. Sonra əksinə, digər say sistemlərindən 10-luq say sisteminə keçid və nəhayət 2-lik say sistemindən 16-lığa, bir də 16-lıq say sistemindən 2-liyə keçid. Bugün sizə sadəcə birinci qrupu 10-luq say sistemlərindən digər say sistemlərinə keçidi öyrədəcəm. Diqqətdən qulaq asın. Deməli, gözəl yoldaşlar. Öyrəndik onluq say sistemindən digər say sistemlərinə keçid. Birinci öyrənək. Onluq say sistemindən ikilik say sisteminə keçid. Mən istəyirəm ki, bu hissəni mənimlə bərabər sən də yazasan. Çünki yazsan, öyrənmək daha asan olacaq, başa düşmək daha asan olacaq. Məqsədimiz də budur. Ümumiyyətlə, say sistemində çevrilmələri öyrənməyin yolu ancaq nümunələrdir. Mən də nümunələr üzərindən öyrədəcəm. Onluq say sistemindən ikilik say sisteminə keçid üçün 2 dənə qayda var. Birinci qayda. Qaydanın adını belə yaz. 2-yə bölmə. Birinci qaydamız 2-yə bölmə qaydasıdır. Məsələn, tutalım, sənin yaşını götürək. Sənin yəqin ki, 20 yaşın var. Magistr hazırlaşırsansa, 4-cü kursdansa. Deməli, 20 yaşım var və mən istəyirəm ki, bunu ikilik say sistemində təsvir edeyim. Yəni, ikilik say sisteminə çevirim. Birinci qaydamız 2-yə bölmədir. 2-yə necə bölürük? Çubuqlu bölməklə. Yəni, əlində olan ədədi götürürsən, çubuqlu bölməklə 2-yə bölürsən. Ürəyində də deyirsən ki, nə var ki buna? Həqiqətən də nə var ki buna? Çox asandır. 20-ni bölürsən 2-yə, 10. Amma burada önəmli olan qalıqları qeyd etməkdir. 22-yə tam bölündü. Qalıq nə olar? Heç nə. Yəni 0. Sonra baxırsan ki, qismət yenə 2-yə bölünür, yenə davam edirsən. 20-ni böldün 2-yə, 5. Tam bölündü. Qalıq 0 oldu. 5-i böldün 2-yə, elədi 2. Amma burada tam bölünmədi. Qalıqda nə qalacaq? 1 qalacaq. Sonra 2-ni böldün yenidən 2-yə. Elədi 1, qalıqda nə? 0. Və sonda 1 aldın. 1 2-yə bölünəcəkmi? Bölünməyəcək. Ona görə dayanmalısın. Bəs ortada ədəd lazımdır, amma hələ ki ədəd görmürsən. Ədəd necə görəcəksən? Sonuncu qismət və aldığın qalıqları bu şəkildə işarələ. Ürək alındı. İşarələ. Deməli, bunları da sondan əvvələ doğru sırala. Necə? Ən sonuncu aldığım nədir? 1-dir. 1, ardıca nə gəlib? 0, 1, 0, 0. Deməli, sənin ikilik say sistemindəki yaşın budur. Bu şəkildə təsvir olunur. Yəni, 2-yə bölmə qaydası, bax, tam olaraq belə tətbiq edilir. İndi gəlin başqa bir dənə nümunəyə baxaq. Məsələn, 48 ədədi verilir və ikilik say sisteminə çevrilməyini istəyir. Neyniyəcəyik? 48-i çubuqlu bölməklə 2-yə böləcəyik.
Deməli, alındı 24. Tam bölündüyü üçün qalığı 0 olaraq qeyd edirəm. Yenidən 24-ü 2-yə böldüm. Alındı 12. Tam bölündü 0. 12-ni böldü 2-yə 6, qalıq 0. 6-nı böldüm 2-yə, elədi 3, qalıq 0. 3-ü böldüm 2-yə, elədi 1, qalıqda da 1. 1 2-yə bölünəcəyimi? Xeyr. Deməli, dayanmalıyım. Sonra nə edirdik? Sonuncu qismət və qalıqları işarəlirdik. Və sondan əvvələ doğru da sıralayırdıq. 1, 1, 4-dən də 0. Və beləcə çevrilmə başa çatdı. İndi keçək növbəti anlayışımıza, yəni növbəti qaydamıza. Onluq say sistemindən ikilik say sisteminə keçərkən növbəti qaydamız, yəni ikinci qaydamız qüvvət qaydasıdır. Deməli, qüvvət qaydasıdır. Yəni ədədi qüvvətlər şəklində parçalayacağıq. Baxaq, nə demək istəyirik. Yenə sənin yaşın üzərindən gedək, 20-ni çevirmək istəyirəm 2-liyə. Bu qayda necə tətbiq edilir? Bu qayda belə tətbiq edilir ki, bunu ayrıldım. Bunu bir dənə aşağı elim, qarşımızda olsun. Deməli, ikinci qayda dedik nədir? Qüvvət qaydasıdır. Bu qayda necə tətbiq edilir? Ədədi 2-nin qüvvətlərinin cəmi şəklində yazıram. Niyə 2-nin qüvvətləri? Çünki mən ikilik say sisteminə keçirəm. Ona görə 2-nin qüvvətləri şəklində yazmalı oluram. Deməli, 20-yə ən yaxın, bunu da belə tətbiq edirik. 2-nin qüvvətləri cəmi şəklində göstərilirsə, deməli, özündən kiçiyə baxıram. 20-dən kiçik, 20-yə yaxın 2-nin qüvvəti hansıdır? 16-dır. 20-nin 16-sını yazandan sonra 20-dir, 16-sını yazdığın yerdə nə qaldı? 4. 4 ilə 2-nin qüvvəti olduğu üçün yazıram. Alınır 2 üstü 4, üzərinə gəlsin 2 üstü 2. Uşaqlar, baxın, əgər qarışdırırsınızsa, bilin, həcmi tapanda özündən böyük götürürük. Amma onluqdan ikiliyə keçəndə özündən kiçik qüvvətlərin cəmi şəklində göstərir. Çünki burada parçalayırıq. Parçalamaq da təbii ki, özündən kiçik olur hissələr. İndi aldıq 2 üstü 4, üzərinə gəlsin 2 üstü 2. Deməli, burada ən böyük qüvvətimiz nədir? 4-dür. Götürürəm, ən böyük qüvvət nədirsə, o qüvvətdən 0-a doğru nömrələnmə aparıram. 2 üstü 4 iştirak edir, 2 üstü 2 iştirak edir, 1 yazdım, qalanlarına 0. İndi nə elədim? Bunu izah edeyim. Baxdım ki, bu cəmdə 2 üstü 4 var, iştirak edir. Var dediyimin altına avtomatik 1 yazıram. Sonra həmçinin baxdım ki, bu cəmdə 2 üstü 2 də var. Ona görə də 2-nin altına yenə 1 yazıram. Amma növbət digər qüvvətlər, yəni 2 üstü 3, 2 üstü 1 və ya 2 üstü 0 bu cəmdə olmadığı üçün onların altına həmişə nə gələcək? Avtomatik 0 gələcək. Yəni qayda bu cür tətbiq edilir. Yəni bunu digər misalımıza da tətbiq eləyək, yəni bu ədədimizə. 48-ə. Baxıram, 48-ə ən yaxın 2-nin qüvvəti hansıdır? 32. 48-in 32-sini yazandan sonra nə qalır yerdə? 16 qalır. Yəni 2 üstü 5, üstə gəlsin 2 üstü 4. Neynirdim? Ən böyük qüvvətdən, yəni 5-dən 0-a doğru nömrələyirdim. İndi denən görək, hansının altına 1 yazmaq lazım idi? Təbii ki, iştirak edənlərin, yəni burada gördüyüm qüvvətlərin. Yuxarıda gördüyüm qüvvətlər 5-dir, bir də 4-dür. Deməli, onların altına 1 yazmalıyam. İştirak etməyən qüvvətlərin altına da avtomatik 0 yazmalıyam. Bu qaydada çeviririk. Bu qaydamız da belə öyrənildi. İndi gəlin başqa nümunələrə baxaq. Nümunələr üzərindən də göstərək. Məsələn, 88 ədədi verilir. Düzdürmü? 88-ə ən yaxın 2-nin qüvvəti hansıdır? 64-dür. 88-in mən 64-ünü yazdım. Yəni 88-dən 64 çıxdım. Yerdə nə qalıb? 24 qalıb, düzdürmü? Bu 24-ə ən yaxın 2-nin qüvvəti nədir? 16-dır. 24-dən 16-sını çıxanda yerdə nə qalıb? 8. 8 ilə 2-nin qüvvətidir. Düzdürmü? Deməli, alındı 2 üstü 6, üstə gəlsin 2 üstü 4, üstə gəlsin 2 üstü 3. Ən böyük qüvvət nədir? 6-dır. 6-dan 0-a doğru nömrələyirəm.
İştirak edən qüvvətlərin, yəni 6-nın, mən 4 yazmamışım. Dəqiqə. İştirak edən qüvvətlərin 6-nın, 4-ün və 3-ün altına 1 yazıram. İştirak etməyən qüvvətlərin altına isə 0 yazıram. Sonra 520 ədədi. Biraz böyük ədəddir, amma bu mənim gözümü qorxutmur onsuz da. Çünki mən parçalayanda 520-yə ən yaxın 2-nin qüvvəti nədir? 512-dir. 520-dən 512-sini çıxanda yerdə nə qalıb? 8 qalıb. 8 ilə 2-nin qüvvətidir. Yəni 2 üstü 9, üzərinə gəlsin 2 üstü 3. Ən böyük qüvvət nədir? 9. Ona görə 9-dan 0-a qədər nömrələyirəm. İştirak edən qüvvətlərə 9-a və 3-ə 1. İştirak etməyən qüvvətlərin hamısına da nə yazacağım? Təbii ki, 0. Belə yoldaşlar, bu şəkildə çevrilmə aparmaq olar. Sonra növbəti sualımıza baxaq. Deyir, 64 ədədinin ikilik say sistemində yazılışında olan 0 sayı birlərin sayından neçə dəfə çoxdur? 64 2-nin hansı qüvvəti ilə 2-nin özünün qüvvətidir. 2 üstü 6-dır. Yəni, parçalamağıma ehtiyac yoxdur. Altdan 0-a doğru nömrələdim. 2 üstü 6 iştirak edir bu cəmdə. Qalan qüvvətlər iştirak eləmir. Qalanlarına 0 yazdım. İndi baxaq. Bu ədəddə neçə dənə 0 var? 6 dənə 0 var. Neçə dənə 1 var? 1 dənə 1 var. Deməli, sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Dəfə deyiriksə bölürük. Eləyir 6. Bu misalı verməkdə məqsədim həm də sizə bir qaydanı göstərməkdir. Fikir verdinsə, ədəd 2-nin qüvvət şəklində olanda, sən bunu çevirəndə elə bir dənə 1 qüvvət üstü qədər 0 yazmış oldun. Gəl bunu ilə qayda halına gətirək. Deməli, ədəd 2 üstü n şəklində yazılıbsa, bu ədəd ikiliyə çevirəndə 1, arxasına n dənə 0 yazırıq. Məsələn, 223 ədədinin ikilik say sistemində yazılışında iştirak edən sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Qaydamız necədir? 2-nin qüvvətidirsə elə 1 yazırsan, arxasına da qüvvətin özü qədər 23 dənə 0 yazırsan, çıxır gedir. Bu qədər asan. Və deyir ki, sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Yenə böldüm, elə 23-ün özü qalmış oldu. Ümid edirəm ki, bu çevirmələr sizə tam aydındır və qaydaları öyrənin. Keçirik növbəti başlığa. Növbəti başlığımız isə onluq say sistemindən 16-lıq say sisteminə keçiddir. Burada da birinci üsulumuz bölmədir. Necə bölmə? 16-ya bölmə üsuludur. Deməli, mən onluqdan ikilik say sisteminə keçirəmsə 2-yə bölürəm. Onluqdan 16-lıq say sisteminə keçirəmsə də 16-ya bölürəm. Bu qədər sadə məntiqdir. Deməli, 67 ədədini 16-lıq say sistemində təsvir eləmək üçün 16-ya bölürəm. Bu edir 4, 4 dəfə 16, 64. Qalıqda nə qalır? 3. 4 16-ya bölünürmü? Bölünmür. Ona görə dayanıram. Elə 43 yazıram, çıxır gedir. Növbəti nümunəyə baxaq. 75 ədədi. Deməli, çubuqlu bölmə ilə yenə 75-i bölürəm 16-ya. Deməli, eləyir yenə 4. Qalıqda nə qalır? 11. İndi yoldaşlar, baxın, bizim aldığımız hər qalıq bir rəqəm deməkdir. Yəni, burada 11 qalıqdırsa, bu rəqəmdir. Bəs bu hansı rəqəmdir? Biz onluqda təsvirdən 16-lığa keçirik. Məsələn, dedik ki, onluqda 10, 16-lıqda adı, 11 B-dir, 12 C, 13 D, 14 Y, 15 F. Deməli, 11-in yerinə nə yazacağım B? Ədədim nə olacaq? 4 B olacaq. Və son bir ədəd üzərində də göstərək. Məsələn, 172 ədədidir. 16-lıq say sisteminə keçmək üçün 16-ya bölürəm. 160. Qalıqda nə qalır? 12. 10 16-ya bölünürmü? Xeyr. Dedik ki, hər qalıq bir rəqəm deməkdir. 10 hansı rəqəmdir? A, 12 C. Və yenə sondan əvvələ doğru yazdığım üçün nə olacaq? A, C olmuş olacaq. Və say sistemlərində çevrilmələrdən hələ ki bu qədər. Növbəti videoda isə, yəni növbəti dərsimizdə isə yerdə qalan çevrilmələri öyrənəcəksiniz. Yəni bu günlük məncə bu qədər kifayətdir. Hər birinizə də uğurlar. Videoya baxdıqdan sonra Telegram qrupundakı sınavda inşallah işləyərsiniz.